Paytaxtın Babək prospekti ilə Nərimanov dəmir yolu stansiyasını birləşdirən dəmir yolu körpüsü illərdir ki, təmir olunmadığına görə demək olar ki, istismar müddətini bitirib. Gözdən könüldən uzaq olan körpünün pilləkənlərinin üzərində olan taxtaların vəziyyəti yararsız olduğuna görə burada hərəkət edən sakinlər demək olar ki, təhlükə ilə üz-üzə qalır. Çəkilişi gördüm. Elə mən bu haqda məlumat vermək istəyirdim. Dəfələrlə mən Dəmir Yolu Nazirinə məlumat vermişəm. Bax, o qapını döymüşəm. Yəni, bura çox qorxuludur. 2 dəfə, 3 dəfə gətirirlər, yalandan taxtanı vururlar ora, getdilər. O da şikayətdən sonra çox vaxt işıqlar yanmır. Dəmir yolu körpüsünün tək problemi pilləkənlərinin yararsız olması deyil. Gecə saatlarında buradan istifadə edən insanlar digər problemlə də qarşılaşır. Bu keçiddən gündüzlər birtəhər keçmək olsa da gecələr demək olar ki, müşkül məsələ olubdur. Buna isə səbəb keçidin ətrafında işıqlandırma sisteminin olmamasıdır. Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə müraciət etdik. Qurumun sözçüsü Bəxtiyar Hacıyev bildirdi ki, mütəmadi olaraq dəmir yollarında olan keçidlərə baxış keçirilir və yoxlamalar aparılır. Hərəkətin təhlükəsizliyinə təhdid yaradacaq hər hansı hal aşkar edilməyib. Ümumiyyətlə, keçidin konstruksiyası belədir ki, həm keçidin əsas hissəsi, həm də pilləkən hissəsinin örtüyü yüngül materiallardan olmalıdır. Odur ki, belə keçidlərin örtüyü əsasən taxta materialdan olur. İşıqlandırma məsələsinə gəldikdə isə bu məsələ də nəzərimizdədir. Keçidin işıqlandırılması ilə bağlı zəruri işlər görüləcək. Ümid edirik ki, yaranan vəziyyət tez bir zamanda aradan qaldırılar. Çünki bu körpüdən istifadə təhlükə ilə üz-üzə dayanmaq deməkdir. Fərid Yusifov, Altay Mirzə, Rahib Səfərov, APA TV.